1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılmış, zəngin təbii ehtiyatları talanmışdı. 27 il davam edən işğal dövründən sonra Müzəffər Alibaş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Zəngilan rayonu erməni hərbi birləşmələrindən təmizləndi. Vətən müharibəsi dövründə hər gün gələn qələbə xəbərləri sırasında növbə Zəngilan rayonuna da çatdı. Və Zəngilan şəhəri, Zəngilan bizimdir, Qarabağ bizimdir. Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Başkomandan, Qarabağ Azərbaycandır. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaltdı. Zəngilan şəhərinə gələndə bu bayrağı mən ucaltdım burada. ...2023-cü il iyulun 31-də isə dövlət başçımızın imzaladığı sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi qeyd olunur. Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində Zəngilan işğaldan azad edildikdən sonra Zəngəzur bölgəsinə nəzarət imkanları yarandı. Həmçinin Ağbət qəsəbəsi və Vecnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edildi. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alındı. Rayonun işğaldan azad edilməsi Qarabağ düyününün açılmasında həlledici amil oldu. Vətən müharibəsindən sonra sıx meşələri, yaşıl bitki örtüyü, Gürsulu çayları ilə seçilən Şərqi Zəngəzurun ən gözəl güşələrindən olan Zəngilan rayonunda sürətli yenidən qurma işlərinə başlanılıb. 2022-ci il oktyabrın 20-sində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-sında təməli qoyulan Zəngəzur dəhlizinin Horadiz, Cəbrayıl, Zəngilan, Ağbənd avtomobil yolunun tikintisi uğurla davam etdirilir. Bundan başqa, Zəngilan rayonunun Ağalı kəndində Ağıllı kənd layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-sində Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Zəngilanda Ağıllı kənd layihəsinin 1-ci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. 2022-ci il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb. Böyük qaydışın başlanğıcı olan bu proses yadda qalan hadisə kimi tarixə düşüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə geniş miqyaslı bərpa və yenidən qurma işləri davam etdirilir. Xosrov İbrahimov, Şövkət Kərimli, NTV Xəbər.